Salam değerli izləyicilər. Bugün sizinlə 15 fevral 2026, yəni bugün keçirilən OTK sınağının suallarını müzakirə edəcəyik. Gəlin vaxt itirmədən başlayaq ilk sualdan. Birinci sualda bizdən düzgün bağlayıcı, yəni conjunction-ı seçməyi tələb eləyir. Sualı oxumadan mən birinci variantlara baxacağam. Variantlarda həm although, həm də though görürsünüzsə, bunların hər ikisini də çıxmaq lazımdır. Çünki bunlar eyni mənanı ifadə eləyir. Buna görə də bu tip testlərdə əgər cavablarda hər ikisi də verilibsə, deməli bunların heç biri bizə lazım deyil və doğru cavab heç biri deyil. Digərlərinə baxıram və digərlərindən hansının düzgün olduğunu müəyyənləşdirmək üçün mənə cümləni tərcümə etmək lazımdır. Ümumiyyətlə bağlayıcı testlərini düzgün işləyə bilmək üçün siz cümləni, sizə təqdim olunan hissəni tərcümə etməyi bacarmalısınız. I didn't read the book till the end. Kitabı sona qədər oxumadım. It was rather dull. O çox sıxıcı idi, darıxdırıcı idi. Və təkcə cümləni tərcümə etmək sizə bəs etmir. Siz həmçinin bağlayıcıların da tərcüməsini bilməlisiniz. So, belə ki, desək ki, kitabı oxuya bilmədim, oxumadım, belə ki, o darıxdırıcı idi. Yox, alınmır. Görürsünüz ki, burada səbəb-nəticə əlaqəsi var. Yəni, kitab sıxıcı olduğu üçün mən onu oxumadım. Səbəb-nəticədə isə biz adətən işlədirik. Because-u, çünki darıxdırıcı idi. But isə amma, ancaq, lakin mənalarını ifadə edir və ziddiyyət bildirir. Əgər desəydi ki, kitab sıxıcı idi, ancaq mən onu oxudum. Yəni, cümlələrinizin yeri dəyişik olsaydı və sizin birinci cümlənizdə də didn't read yox, read olsaydı, yəni onu oxudum olsaydı, artıq siz burada but işlədə bilərdiniz. Yəni, but daha çox zid mənalar ifadə edir. Növbəti testimiz düşünürəm ki, çox asandır. Əgər siz burada verilən sözlərin hansının harda işləndiyini bilirsinizsə, bu testi çox rahatlıqla işləyə bilərsiniz. Mən cümləni tərcümə etməyəcəm. Baxın, sizin ikinci cümlənizdə no one verilib. Bildiyimiz kimi no one inkar bildirən bir sözdür. İnkar əvəzlikdir. İnkar mənanı ifadə edir və biz bilirik ki, ingilis dilində bir cümlədə sadəcə bir inkar söz işlənə bilər. Deməli, mən variantlarda mənə verilən digər inkar sözləri çıxacam. Neither inkarlıq bildirir, no more inkarlıq bildirir və artıq məndə qaldı 3 dənə söz. A, D, Y variantı. Bunlardan hansının doğru cavab olduğunu bilmək üçün yenə biz bir qayda bilməliyik ki, hansı sözlər yalnız təsdiq cümlələrdə işlənir. Yəni, inkarda işlənə bilməz. Bunlar also və to hissəcikləridir ki, bunlar sadəcə təsdiq cümlədə işlənir. Doğru cavab A variantıdır. Daha çox inkar cümlələrində və cümlənin sonunda işlənir. Cümləni tərcümə eləyək. I can't do it. Mən bunu edə bilmirəm. No one in our class can do it either. Sinifimizdəki heç kim bunu edə bilməz. Yəni, heç kim də bunu edə bilməz kimi də tərcümə edə bilərik. Növbəti testimiz prepositions söz önü mövzusudur. Gördüyünüz kimi söz önlərində artıq biz qaydaları bilməliyik ki, hansı sözlərlə hansı söz önləri işlənir. Catch sözüdür birinci hissəmizdə. Catch-dən sonra heç vaxt söz önü işlətmirik. Deməli, D variantı, B variantı, Y variantını mən yanlış cavab kimi çıxacam. Catch the train, yəni söz önsüz olacaqdır. Digər tərəfdə wait görürəm. Wait həmişə for-la işlənir. Wait for. Kimisə, nəyisə gözləmək. İkinci tərəfdə də for olacaq deyə A-nı da çıxıram və artıq mənim cavabım bəllidir. Station sözü isə at-lə işlənir. At the station. Doğru cavab olacaq C variantı. I couldn't catch the train. Qatara çata bilmədim. And had to wait. Had to bildiyimiz kimi modal must-ın əvəz edicisidir. Had to wait for the next one at the station. Və stansiyada digərini gözləməli oldum. Had to malı-məli oldum kimi tərcümə olunur. C variantı doğru cavab. Növbəti sualımıza baxırıq. Burada only görürük və only-nin istifadə qaydasını bilən abituriyentlər artıq bilir ki, only-dən sonra 3 dənə söz işlədə bilərik. Only a little, only a few və only some sözlərindən biri. Variantlarda sadəcə only a little və only a few var. Yəni, ikisindən birini doğru cavab kimi seçməliyik. Bunun üçün biz bilməliyik ki, a little daha çox sayıla bilməyən isimlərlə işlənir, a few isə sayıla bilən cəm isimlərlə işlənir. Və mən nöqtələrdən sonra gələn ismə baxacağam. Passengers, sonunda S var, cəm isimdir. Sərnişinlər deməkdir və cəm isim olduğuna görə deməli mən a few-dan istifadə edəcəm. Only a few passengers doğru cavab olacaqdır. Y variantı. Növbəti sualımız da çox asan suallardan biridir. Bu tag questions, ayrıcı suallar mövzusundandır. Ayrıcı sualda belə bir qayda var ki, cümlənin birinci tərəfi təsdiqdədirsə, digər tərəf inkarda olmalıdır və yaxud tərsinə, birinci tərəf inkardadırsa, digər tərəf təsdiqdə olmalıdır. Bizdə birinci tərəf V, yəni təsdiqdə olduğu üçün ikinci tərəfdə biz inkar
hissə axtarmalıyıq. Gəlin birinci təsdiqləri çıxaq. A-nı və C-ni çıxacağam. Daha sonra biz heç vaxt cümlənin zamanını dəyişə bilmərik. Əgər V keçmişdə verilibsə, ikinci tərəfə də keçmiş zaman yerləşdirməliyik. Buna görə Y-ni də çıxacağam və artıq məndə 2 cavab qaldı, B və D variantları. Cümləm they V ilə başladığı üçün mən onu inkara çevirəcəm. Were not they olaraq dəyişəcəm. Yəni B variantı doğru cavab olacaqdır. D variantında they olduğu üçün yanlış cavabdır. Bu əslində asandır, amma çaşdırıcı bir sualdır. Növbəti sualımız mürəkkəb tamamlıq mövzusu olacaqdır. Mürəkkəb tamamlıq mövzusunda hansı feillərin özündən sonra to hissəciyi istədiyini və yaxud to-suz işləndiyini və yaxud ing-li və ya başlanğıc formada işləndiyini bilmək üçün biz sadəcə o feilləri əzbər bilməliyik. Burada gəlin birinci variantlara baxaq. A variantında make görürük. Make gördünüzsə bilin ki, özündən sonra feil başlanğıc formada işlənməlidir, əgər cümləniz məlum növdədirsə. Bizim ikinci feilimiz complaining başlanğıc forma deyil. Yəni başlanğıc forma nədir? To-suz, ing-siz, şəkilçisiz feilin özü. Burada ing olduğu üçün yanlış cavabdır. Sadəcə complain olsaydı doğru cavab ola bilərdi. B variantına baxıram. Let var. Let də həmçinin make kimi icazə vermək feilidir və özündən sonra feili başlanğıc formada istəyir. Burada complainin qarşısında to var deyə yanlışdır. Sadəcə complain olsaydı doğru cavab olardı. Deməli, let və make feillərindən sonra biz feili başlanğıc formada işlətməliyik. Şəkilçisiz, to-suz. C variantına baxıram. Burada allow görürük. Allow da icazə vermək deməkdir. Ancaq özündən sonra to hissəciyi istəyir. Ona görə burada to-suz işlənib deyə yanlışdır. D variantında let və complain görürəm. Bəli, letdən sonra feil başlanğıc formada işlənməlidir. Bu doğru cavabdır. Y-də isə make-dən sonra to-suz feil olmalıydı. Complainin qarşısında to var deyə yanlışdır. Doğru cavab oldu D variantı. Növbəti testimiz mənim ən çox sevdiyim mövzulardandır. Mübtədə xəbər uzlaşmasıdır. Mübtədə xəbər uzlaşması haqqında əgər siz çətinlik çəkirsinizsə, bu mövzuda testlər işləməkdən mütləq mən izah eləyərkən qeydlərinizi götürməyi unutmayın. İngilis dili qrammatikasında a number of və the number of kimi bir birləşmə var. Bu birləşmələr bir-birlərinə bənzəsə də əslində çox fərqlidirlər. Həm məna cəhətdən fərqlidirlər, həm də özündən sonra feilin işlənməsinə görə fərqlidirlər. A number of birləşməsi, yəni a artiklı ilə olan birləşmə çoxlu mənasını ifadə edir. Buradakı artiklı sizi çaşdırmasın. Eyni ilə a number of a lot of-a bərabərdir. Yəni a lot of necə özündən sonra cəm isim istəyir və bu zamanda cəm feil istəyir. A number of delədir. Həm çoxlu mənasını ifadə edir, həm də özündən sonra mütləq şəkildə ismi və feili cəmdə istəyir. People cəm, visit cəm. Bildiyimiz kimi əgər ismin sonunda s varsa, indiki zamanda bu onun təkliyini ifadə edir. Bir doğrudur. The number of isə ikinci cümləmizdə verilən a number of-dan fərqlidir. Bu çoxlu demək deyil. Bu nəyinsə sayı mənasını ifadə edir. The number of companies, yəni ki, şirkətlərin sayı. Sayı sözü təkdə olduğuna görə bizdə xəbər mütləq şəkildə tək olmalıdır. Yəni, the number of üstəgəl cəm isim, tək feil. Companies cəmdədir. Burada isə have yox, has olmalıydı, doğru olması üçün cümləmizin. Deməli, a number of-dan sonra cəm isim, cəm feil, the number of-dan sonra isə cəm isim, tək feil olmalıydı. 2 yanlışdır. 2 olan cavabları mən yanlış cavab kimi çıxacam. 3-ə baxıram, everyone görürəm. Yəqin ki, artıq bunu bilməyən yoxdur. Everyone törəmə vəzlikdir və bütün törəmə vəzliklər kimi bu da özündən sonra xəbəri təkdə istəyir. V yox, was olmalıydı. 3 də yanlışdır. Və 3 olan cavablar da çıxdıqda artıq mənim doğru cavabım oldu. 1 və 4. Traffic signals 4-cü cümlədə. Buradakı traffic sözü bir çox abituriyenti çaşdıra bilər. Bəli, traffic özü sayıla bilməyən isimdir, tək isimdir. Özündən sonra feili təkdə istəyir. Amma burada sözümüz traffic yox, traffic signalsdır. Yəni sayılmayan isimdən sonra sayılan cəm isim gəlirsə, biz əsas ikinci sözü götürürük. Yəni burada signals sözü əsasdır. Cəmdə olduğu üçün özündən sonra da feili cəmdə işlətmişik. Are doğru cavabdır. 1 və 4 A variantı doğru cavabdır. Növbəti sualımız correct tense forms, yəni zamanlarla əlaqəlidir. Düzgün zaman formasını seçməliyik. Cümləyə baxmamışdan əvvəl mən variantlara baxacağam. Bunu yəqin ki, digər videolarımda da görmüsünüz. Bu tip testlərdə daha çox zaman uzlaşması istəyir və zaman uzlaşması da odur ki, hər iki tərəf eyni və ya oxşar zamanlarda olmalıdır. Gəlin sözümü izah edeyim. A variantında məsələn was keçmişdi, entered də keçmişdi. Sonunda id hissəciyi var. Bu ola bilər. Saxlayaq bu variantı.
B variantında talk it keçmişdi, have indiki zamanda bunu çıxacağım. Çünki uzlaşma pozuldu. Biri keçmiş, biri indikidirsə artıq ingilis dilində uzlaşma pozulur. Bu hallar bəzi testlərdə işlənə bilər, amma bunu çox az hallarda imtahana salırlar. C variantında was keçmiş, have indiki. Bunu da yanlış cavab kimi çıxacağım. Burada bir nüans qeyd etmək istəyirəm. Bəzi abituriyentlər deyirlər ki, was keçmişdi, digər tərəfdə də entered var, idi hissəciyi. Baxın, buradakını göstərir və deyirlər bu da keçmişdi. Burada uzlaşma var. Xeyr, əziz abituriyentlər, əgər sizdə zamanlara aid olan testdə iki yan-yana söz gəlibsə, yəni feiliniz iki sözdən ibarətdirsə, sizə zamanı göstərən söz mütləq birinci gələn sözdür. Yəni have entered sözündə sizə zamanı göstərən söz have sözüdür, birinci gələn söz. Was talking-də sizə zamanı göstərən söz was-dur, birinci gələn söz. Ona görə də bunu belə uzlaşdırıb çıxa bilərsiniz. D variantında hədə baxacam, keçmişdi. Enter indiki zamanda çıxıram, uzlaşma pozuldu. Keçmiş sadəcə keçmişlə uzlaşır və yaxud keçmişə nəzərən gələcəklə uzlaşır. Y variantında isə will gələcəkdir. Enter indikidir. Bəli, bu ola bilər. Keçmişlə indiki, daha doğrusu gələcəklə indiki bir-biri ilə uzlaşır. Y variantı da ola bilər. Qaldıq A və Y-nin arasında. Artıq burada biz bir dənə də qeyd bilməliyik ki, while özündən sonra hadisənin davam etməsini istəyir. Yəni while-dan sonra daha çox davam edicilik gəlməlidir. Buna görə də cavabımız olacaqdır A variantı, çünki was talking-də hadisə davam edir. While Nick was talking on the phone, a few men entered the hall. Nick telefonda danışarkən bir neçə adam zala daxil oldu. A variantı doğru cavab. Növbəti 64-cü sualımıza baxırıq. Artıq toplular belə testlərlə doludur. Düşünürəm ki, bu tip testlərə çox işləmisiniz, çox rahatdır. Ancaq o cümlədən də bir qədər düşündürücü sual ola bilər. The girl liked the quality of the dress. Qız paltarın keyfiyyətini xoşladı, donun keyfiyyətini xoşladı. But she didn't like color. Ancaq o rəngini xoşlamadı. Artıq başa düşürük ki, donun rəngini xoşlamadı. Yəni onun rəngini xoşlamadı. Bizə lazımdır yəli əvəzli. Artıq variantlardan da görürük ki, əksəriyyəti yəli əvəzlidir. Nöqtələrdən sonra isim var deyə mənə lazımdır isimlə işlənən yəli əvəzliyi. Gəlin variantlara baxaq və səhv cavabları çıxaq. C-ni çıxacam, çünki bundan sonra isim işlənmir. Daha sonra B-ni çıxacam, çünki bu yəli əvəzliyi deyil. Məndə qaldı 3 dənə variant. Ümumiyyətlə bu tip testlərdə mən sizə izah edim deyə belə getdim, yəni variantlardan getdim. Birbaşa cavabı tapa bilərsiniz. Əvəzlik adından da bilindiyi kimi, göründüyü kimi nəyisə əvəz eləyir və bu daha çox isim olur. Əvəzlik isimi əvəz eləyən bir nitq hissəsidir. Yəni siz burada hansı əvəzliyin işləndiyini bilmək üçün cümlədəki düzgün ismi tapmalısınız. Bizə lazım olan isim dress-dir. Bəli, paltarın rəngini xoşlamadı. Donun rəngini xoşlamadı. Yəni onun rəngini xoşlamadı. Onun sözünün də yəqin ki, tərcüməsini bütün abituriyentlər bilər deyə düşünürəm. Bu da olacaqdır. Cansız isim onun olacaq A variantı its. Her də onundur, bəli, amma qadın cinsini bildirir. Hers də onundur, onunkudur. Özündən sonra isim istəmir. Their onlarındır. Its isə onun demək deyil. Ona görə də A variantı doğru cavabdır. Növbəti sualımız cümlə düzəltmədir, make-up a sentence-dir. Cümlə düzəltmə testlərini rahat işləyə bilmək üçün əvvəla sizin praktikanız çox olmalıdır. Yəni bu tip testləri çoxlu işlədikcə artıq sözləri görən kimi biləcəksiniz ki, hansı söz əvvəldə gəlməlidir və hansı sözlər birləşir, nə mənanı ifadə eləyir. Bu tip testləri işləmək üçün bilin ki, nəqli cümlədirsə, əgər cümləniz mütləq şəkildə mübtədə ilə başlamalısınız. Mübtədə funksiyasında isə müxtəlif nitq hissələri ola bilər. Məsələn, isim, əvəzlik, bunlar mübtədə ola bilərlər. Daha sonra cümlə düzəltmə testlərində bilməlisiniz ki, daha çox sifət varsa cümlənizdə, məsələn bizdə var different, müxtəlif deməkdir, özündən sonra isim gəlməlidir. Different cultures deyə bilərik. Sifətdən sonra article işlədə bilmirik. Different children deyə bilmərik. Amma different cultures deyə bilərik. Yəni müxtəlif mədəniyyətlər. Burada belə başa düşürük ki, 5-dən sonra mütləq 1 gəlməlidir. Demirəm cümlənin önündə, amma harda olursa olsun 5-dən sonra 1 gəlməlidir. Baxın, A-da 5-1 bu ola bilər. D-də 1 başqa yerdədir, 5 başqa yerdədir. Bunu çıxacam. B-də 5-1 ardıcıllığı var. Y-də də 5-1 ardıcıllığı var. C-də isə 5 və 1-in arasına başqa bir
bir söz giribdi. Ona görə də bunu da çıxıram. Məndə qaldı 3 dənə cavab. Əgər bu sizin cümlə düzəldə bilmirsinizsə, əgər hissə-hissə birləşmələri, sözləri birləşdirərək yarada biləcəyiniz bir üsuldur. Daha sonra mən baxıram mənim cümlədə hansı söz mübtəda ola bilər. Artıq mən mübtədamı görürəm. The children sözü 3 mübtəda ola bilər və bundan sonra mənə lazımdır xəbər. Çətinlik çəkirlər uşaqlar ki, xəbər yerində hansını işlədim. Baxın 3 ilə başlayan A və Y-dir. Bizdə mən artıq B-ni çıxacağam. 3-dən sonra birində 2 gəlib, birində 6 gəlibdir. Burada çətinlik çəkirlər. Are mı işlədim, taught mu işlədim? Adətən make-up sentence testləri imtahanda daha çox məchul növdə düşür və məchul növdə cümlə düzəltmək nədənsə abituriyentlərə daha çətin gəlir. Məchul növdə cümləni düzəltmək üçün bilməlisiniz ki, to be feilindən sonra verb 3 gəlir. Yəni feilin 3-cü forması gəlməlidir və yaxud feil idi gəlməlidir. Are-dan sonra mən taught işlədəcəm. Are taught, yəni the children are taught, uşaqlara öyrədilir. Daha sonra to respect different cultures. Uşaqlara müxtəlif mədəniyyətlərə hörmət etmək öyrədilir. Tərcümə alınır və A variantı doğrudur. İndi gəlin yeni düzəldək görək düzgün alınırmı? The children taught to respect. Uşaqlar öyrətdilər hörmət etməyi. Different cultures. Və sonda da are gəldi. Baxın, 2 sonda gəldi. Are niyə sonda gəlməlidir cümlədə? Heç vaxt to be-nin formaları əmizar, nəqli cümlədə cümlənin sonunda gələ bilməz. Həmçinin to be-nin keçmiş zaman forması, gələcək zaman forması, indiki zaman forması, bunların heç biri nəqli cümlələrdə cümlənin sonunda işlənə bilməz. Bunu da mütləq bilin və cümlə düzəltmə testlərində bu qaydalardan istifadə edin. Variantlardan artıq bəllidir ki, növbəti testimiz modal feillərdir. Baxın, sözlərə baxdıqda artıq görürəm ki, bu modaldır. Cümləni oxumayacağam, birbaşa variantlara baxacağam. Şu da ola bilər. Have not to birləşməmiz yoxdur, yadınızda saxlayın. Have to heç vaxt arasına, have to-nun arasına söz girmir. Bu has to və had to-ya da aiddir. Have to, has to, had to heç vaxt arasına söz girə bilməz modal feil kimi işləndikdə. Yəni have not to deyə bilmərik. Ona görə 2 yanlışdır və mən 2 olan cavabları çıxacağam. Daha sonra ought to deyə bilirik, amma ought not to işlənilmir. Ought-un inkarı heç vaxt rastımıza çıxmır. Ona görə 4-ü də çıxırıq və 4-ü də çıxdıqda artıq bizdə cavab qalır A variantı. 1 və 3. İndi gəlin cümləni tərcümə eləyək. Mütləq cavabı belə variantlarla tapdıqdan sonra sözləri cümlədə yerinə qoyun və tərcümə eləyin. You should apply və yaxud ought to apply for the job because you have an advantage of speaking fluent Spanish. Tərcümə eləyirik. Sən işə müraciət etməlisən və yaxud etsən yaxşı olar və yaxud məsləhət görürəm ki, işə müraciət eləyəsən, çünki sənin ispan dilində səlis danışmaq bacarığın var və yaxud üstünlüyün var. Bəli, alındı. Düzgün cavab A variantıdır. Məchul növlə bağlı növbəti testimizə baxırıq. Passive voice-a çevirməliyik cümləmizi. He has parked his car in front of the entrance. Bu tip testləri, cümlələri məchula çevirmək üçün xəbəri tapırıq və xəbərdən sonrakı tamamlığı cümlənin önünə keçiririk. Yəni his carla başlamalıdır bizim cümləmiz. Hamısı his carla başlayır. Variantlarda artıq görəndə bilirsiniz. Məchul növ testlərini işləmək üçün zamanları mütləq yaxşı bilməlisiniz. Zamanımız has parked-dır. Gördüyünüz kimi indiki bitmiş zamandadır. Siz heç vaxt cümləni, məlum növ cümləni məchula çevirərkən onun zamanını dəyişə bilmərsiniz. Yəni mənim cümləmdə have, has varsa, bu sadəcə have-ə keçə bilər və yaxud have varsa, bu sadəcə has-ə keçə bilər. Mən bura özümdən is, was, had və s. artıra bilmərəm. Has parked var. Yəni bu deməkdir ki, mən cavabımda da has işlədəcəm. Çünki məndə car sözü təkdədir. Baxın, A variantında is var. Yanlışdır. Bu is bura hardan gəldi, çıxdı. C variantında had var. Cümlənin zamanını dəyişə bilmərik. D-də was var. Baxın, bunları işlədə bilmərik heç vaxt. Ona görə bu cavabları çıxdım. Qaldı məndə B və Y variantları. B-də has parked, Y-də isə has been parked. Artıq məchul növü bilən bilir ki, bitmiş zaman mütləq şəkildə özündən sonra been istəyir. Yəni have, has-dən, had-dən sonra been gəlməlidir məchulda. Buna görə də Y variantı doğru cavabdır. Məlum növdə olan cümləmiz belə tərcümə olunur ki, o maşınını girişin qarşısında saxladı. Məchul növə tərcümə etdikdə belə tərcümə eləyirik ki, onun maşını girişin qarşısında dayandırıldı və yaxud saxlanıldı. Növbəti testimiz antonimlər olan cərgəni istəyir bizdən. Bu testləri işləmək üçün
ipucumuz yoxdur. Sadəcə sözlərin tərcüməsini bilmək lazımdır. Vaxt itkisi olmasın deyə mən birbaşa cavabları deyəcəm. 2-də love sevmək, hate nifrət etməkdir. 1-də catch tutmaq, release buraxmaq, azad etmək deməkdir və 5-də divide bölmək, join birləşdirmək deməkdir. Yəni bir-birinin əksi olan sözlərdir. Buna görə də 1, 2, 5 və Y variantı doğru cavab olacaq. Növbəti definition testimiz yenə söz bazası istəyir bizdən. Bu tip testləri işləmək üçün birinci bu sözlərə nəzər salın və daha sonra onların açılışlarına baxın. A variantında to form a picture in your mind, yəni öz beynində, öz düşüncəndə bir şəkil formalaşdırmaq. Bu olacaq imagine, yəni təsəvvür etmək, xəyal etmək. 2A olacaq. 2A olan variantı tapıram. B və C. Daha sonra B-yə baxacağım. To refuse, accept something. Nəyisə qəbul etməyi rədd etmək. Yəni nəyisə istəməmək, rədd etmək, imtina etmək olacaq reject. 1B, artıq cavabım bəllidir, B variantı. 3-də isə reward, C-yə uyğun gəlir. Yaxşı bir şey etdiyinə görə kiməsə nəsə vermək, yəni onu mükafatlandırmaq, onu təltif etmək. B variantı doğru cavabdır. 70-ci suala baxaq. Bu tip testlər kanalımda çoxdur. Burada yenidən izah eləyəcəm. Nick asked, Nick soruşdu. Artıq cümlənin ardını siz tamamlamalısınız. Bu sizə qarışıq gələ bilər, amma indi deyəcəyim qeydləri mütləq götürün. Artıq siz bu testləri rahat işləyə biləcəksiniz. Cümlə tamamlama testlərində mütləq şəkildə ortada bağlayıcı gələcəkdir. Fikir verirsinizsə, hamısında bağlayıcı var. If, whether, when, that. Baxın, bunlar bağlayıcı və ya bağlayıcı sözlər kimi işlənən sözlərdir və bunlardan sonra mütləq biz işlətməliyik mübtəda xəbər. Bağlayıcıdan sonra bağlayıcı cümlənin ortasında gəldikdə mütləq mübtəda xəbər işlətməlisiniz. A variantında mübtəda xəbər ardıcıllığı var. O ola bilər. B variantında isə if bağlayıcısından sonra had gəldi. Bu mübtəda deyil. Ona görə çıxıram. C variantında da həmçinin bağlayıcıdan sonra have gəldi. Mübtəda deyil. Çıxıram. D variantında when-dən sonra mübtəda gəlib. Bəli, ola bilər. Y-də isə that-dən sonra mübtəda gəlib. Bəli, bu da ola bilər. 3 dənə cavabı saxlayıram və indi bunların hansını seçə bilərik? Gəlin bura. Artıq bura kimi gəlib çatır bir çox abituriyentlər, ancaq buradan sonrasını çıxa bilmirlər. Əvvəla bilməli olduğunuz bəzi qeydlər var. Birincisi, when bağlayıcısından sonra bitmiş zaman işlədə bilmərsiniz. Ona görə D variantı yanlışdır. When-dən sonra have seen gəlib deyə D-ni çıxdım. Y-də that I have seen, əslində bu hissə düzdür, amma askdan sonra that işlədə bilmərik. Ona görə Y-ni də çıxıram. Mütləq bu Nick ask bu hissəyə də baxmalıyıq. Ona görə qaldı məndə cavab A variantı. Nick soruşdu ki, mən bu filmi əvvəlcə görmüşəmmi? Deməli, cümlə tamamlama testində qeyd etməli olduğunuz vacib nüanslar. 1. Bağlayıcıdan sonra mübtəda xəbər gəlməlidir. 2. Əgər bağlayıcınız when-dirsə, bundan sonra bitmiş zaman işlənməməlidir. 3. Askdan sonra that işlənməməlidir. Və 4. Cümlə tamamlama testlərində də mütləq zaman uzlaşmasını gözləmək lazımdır. Yəni, asked keçmişdədirsə, sizin digər tərəfdə işləyəcəyiniz feil də mütləq keçmişdə olmalıdır. Növbəti 71-ci suala baxırıq. Düzgün sual cümləsini istəyir bizdən. Interrogative sentence. Doğru sual cümləsini seçməliyik. Burada da yenə vacib qeydlərimiz var. Ümumiyyətlə yadda saxlayın. Sual cümlələrində əgər mübtədanın və mübtədanın təyininin sualı deyilsə, mütləq köməkçi feil işlənməlidir. Burada baxın, when və yaxud what time sözlərindən istifadə olunub. Deməli, zamanı, zaman zərfinə verilən sualdır. Nə zaman kimi tərcümə olunur. Artıq bu mübtədanın sualı deyil deyə və mən bundan sonra mütləq köməkçi feil işlətməliyəm. Köməkçi feillərimiz do, does, did, daha sonra have, has, had və s. shall, will, bu siyahını uzada bilərik. Köməkçi və ya modal feil işlətməliyik. A-da köməkçi feil görürəm, B-də də görürəm, C-də isə köməkçi feil yoxdur. What time-dan sonra birbaşa mübtəda gəlib, yanlışdır. D variantında köməkçi feil have var, Y-də də var. İndi gəlin digərlərinin niyə yanlış olduğuna baxaq. Köməkçi feil gəldikdən sonra mütləq şəkildə köməkçi feildən sonra mübtəda gəlməlidir. Köməkçi feil, mübtəda, xəbər ardıcıllığını gözləmək lazımdır. A variantında köməkçi feil, mübtəda, xəbər ardıcıllığı var. Did köməkçi, players mübtəda, come xəbər. Bu ola bilər. B variantında köməkçi feildən sonra xəbər gəlib. Xeyr, bu ola bilməz. Köməkçidən sonra mübtəda gəlməlidir. D-yə baxıram. What time-dan sonra köməkçi feil gəlib və yenə xəbər gəlib. Yenə səhvdir. Köməkçi feil, mübtəda xəbər olmalıdır. Y-də köməkçi feil, mübtəda xəbər. Aha, bu da doğrudur. İndi gəlin baxaq A və Y. Quruluş doğrudur. Bəs
hansı düzgün cavabdır və səhv olan niyə səhvdir? A variantı düzgün cavabdır. Mən səhvin niyə səhv olduğunu izah edeyim. Y variantı yanlışdır. Niyə? Bayaq da cümlə tamamlama testində sizə demişdim. When varsa, when'dən sonra heç vaxt bitmiş zaman, indiki bitmiş zaman işlədə bilmərsiniz. Yəni burada indiki bitmiş zaman gəlib, have come gəlib deyə Y də yanlış cavabdır. Deməli, when'dən sonra biz bitmiş zaman işlədə bilmərik. Ona görə də A variantı doğru cavabdır.